Axa, qayçını gətir. Bugünkü məqsədimiz kəsib atmaq yox, kəsib artırmaq olacaqdır. Gördüyümüz bitki zarafat bir yana aqvanema bitkisidir. Və bu onların, bu gördüyünüz hər biri bir gövdə olan bitkilərdir. Bu gövdəli bitkilər hərəsi ayrı-ayrı kökdən ibarətdir. Biz bugün sizə aqvanemanın artırılma yolunu göstərəcəm. Biz bitkimizi bir-bir ayırıb elə də əkə bilərik. Amma biz burada nə edirik? Bitkimiz məhdud sayda olduğu üçün bir bitkidən, bir kökdən 2 bitki almağa çalışacağıq sizinlə bir yerdə. Və bunun üçün qayçı lazımdır bizə. Operasiya. Deməli, kəsim forması. Bucaq altında kəsəcəyik və torpaqdan ən azı 3-4 sm yuxarıdan. Və gördüyünüz kimi bunu qoyuruq kökləndirməyə suya. Bu yarpaqlardan da inkişaf ola bilər. Bundan nağd olacaq inkişaf. Fikir verirsiniz, gövdədir. Və hətta bir neçə dənə bitki çıxa bilər. Bundan da inşallah bunun üzün torpağı nəmləyəcəyik, üzün torfla örtəcəyik. İnşallah bu da özü də gələcəyinə bir bitki olacaqdır, tezdən yarpaqlayacaqdır. Bu cür videoların davamının gəlməsini istəyirsinizsə kanalımıza abunə olun, bizi dəstəkləyin. Özünüzə müğayət olun, sağ olun.